Hörmətli izləyicilərim və dəyərli kanal istifadəçilərim, hər birinizi salamlayıram. Mən Orxan Əhmədov, sizin Azərbaycan dili və ədəbiyyat müəlliminiz. 20 noyabr tarixində keçirilən 11-ci siniflər üçün buraxılış sınağının izahını paylaşıram sizlər üçün. Kaspi şirkətinə məxsus sınağımız. Vaxt itirmədən sualların izahına keçək. 31-ci sual cümlələrdən birində adlıq və təsirli halda olan mənsubə şəkilçili isim istəyir. Adlıq halda mənsubə şəkilçili isim zavod rəhbərliyi. Rəhbərlik sözü burada həm adlıq haldadır, həm də mənsubə şəkilçilidir. Digəri isə inşaat mühəndisi axtarırdı. İnşaat mühəndisini axtarırdı. Burada mühəndisi sözü həm təsirli haldadır, qeyri-müəyyən təsirli halda və mənsubə şəkilçisi qəbul etmişdi. Düzgün cavabımız olur A variantı. 32-ci sual cümlələrdən birində çoxaltma dərəcəli sifət istəyir bizdən. Sifət istədiyinə görə A variantı qonaq tünd çay, qonaq üçün deyir, tünd çay süzüb gətirdim. Tünd çay sözü əgər defislə yazılsa və özündən sonra rəng əlamət bildirərsə bu zaman çoxalma dərəcəsi yaradar. A variantı olmaz. Bəzən kəmsavad adamla söhbət edəndə özünü narahat hiss edərdi. Burada yoxdur. Dünən məhəldə onu yaxşıca kötəkləmişdilər. Bəzən şagirdlərimiz bunu götürür, amma yaxşıca sözü baxsaq burada yaxşı sözü hərəkətə aid olduğuna görə tərzi hərəkətə zərfidə olmur. Otaq büsbütün ağ rəngə boyadılmışdır. Yadda saxlayırıq, bu sözü adi dərəcədə olan sifətdir. Büsbütün isə zərfdə olmaz. Yağan yağışın iricə damcıları, baxın, iri sözü sifətdir, cadicə çoxaltma dərəcəsindədir. Morfoloji yolla yaranıb və damcı sözü ismə aid olduğuna görə biz bunu E variantı kimi götürə bilərik. 33-cü sual. Hansı cərgədəki bütün sözlərin yazılışı və tələffüzü fərqlənər? Müxtəlif olur, müxtəlif. T, D əvəzləməsi olur. Qığırdaq sözün sonunda q ilə bitdiyinə görə çox hecalı olduğuna görə ahəng qanuna tabedir. X-yə çevrilir, bəli. Tərəqqi, qoşa q sözün ortasına gələndə birinci q öz kar qarşılığına çevrilir, k olur. Düzgün cavabımız olacaq A variantı. Lərdən birində saydan sonra ismin işlənməsində səhvə yol verilmişdi. Məktəbin aksiyalına toplaşan 11-ci siniflərə direktorda uğurlar arzuladı. 11-ci sözü bildiyimiz kimi sıra saydı və özündən sonra gələn isim təkdə və cəmdə işlənə bilər. Bu doğrudur. Həmin vaxt azadlıq meydanına toplaşan minlərlə insan, bəli, minlərlə sözü qeyri-müəyyən miqdar saydı və özündən sonra gələn isim təkdə ola bilər. Doğrudur. Bu barədə araşdırma aparan bir çox alim, bir çox və bir sıra sözün aid olduğu isim yalnız cəmdə olmalıdır. Bu iki sözdür ki, yalnız cəmdə olur, hansılar bir çox və bir sıra sözləri səhv işlənmişdir. Düzgün cavabımız olur C variantı. Hansı cümlədə feildən cölən sifət var? 35-ci sualda. Bu cür sualları işləmək üçün birinci sifəti tapırsan cümlədə, daha sonra onun nədən düzəldiyinə baxacağıq. Belə kiçik anlaşmazlıqlar onun hövsələsini heç vaxt poza bilməzdir. Kiçik sözü sadədir, götürmürük. Onun qolundakı yanıq uşaq vaxtlarından qalmış bir xatirəyə çevrilmişdir. Sifətimiz hansıdır? Qolundakı sözüdür, amma isimdən yaranıb götürmürük. Mağazada gördüyü satıcı qız onu uşaq vaxtlarından tanıyırdı. Burada ümumiyyətcə sifətimiz yoxdur. Satıcı sözünü deyə bilərsiniz, isimdir, olmaz, götürmürük. Evdəki həşəratlardan qurtulmaq üçün müxtəlif öldürücü vasitələrdən istifadə edirdi. Evdəki və öldürücü iki sifətimiz var, amma evdəki sözü isimdən yaranıb. Öldür, nə et, öldürücü, necə, düzgün cavabımız olur D variantı. Hansı nümunə yiyəlik hal şəkilçili isimlə başlayır? Hamımızın belə hekayələrini xoşladığını bilir. Hamı əvəzlikdə götürmürük. Dostun Həsənəli bu xüsusi gün üçün çoxdan hazırlaşırdı. Sənin dostun deyə biliriksə, dostun sözündəki ın şəkilçisi, mənsubə şəkilçisi də adlı halda götürmürük. Həyat təcrübələrinin ən zəngin daşıyıcıları böyüklərimizdir. Həyatın təcrübələri burada ola bilər, amma qeyri-müəyyən yiyəlik haldadır. Siz əvəzlikdə olmayacaq. Kitabın ilk səviyyəsindəki cümlə Rəhmanın çox xoşuna gəlmişdi. Cavabımız olur E variantı. Çünki müəyyən yiyəlik haldır, amma şərtdə bir qədər çatışmazlıq var. Orada müəyyən yiyəlik hal yazsaydılar daha məqsədə uyğun olardı, amma cavabımız yenə də E variantı. 37-ci sual. Hansı cümlədə altına çəkilən xüsusi isim ümumi isim kimi işlənə bilmir? Kamal Talıbzadəyə əməkdar elm xadimi fəxri adı verildi. Kamal ola bilər, insanın ağlı kamalı ümumi isim kimi işlənə bilir. Bu Lalənin hazırladığı ən gözəl oyuncaqdır. Laləni gül vasitəsi kimi işlədə bilərik. Vüsal qovuşmaq deməkdir. Bunu da işlədə bilərik. Sevda nə? O sevdaya isim kimi işlədə bilərik. Amma nizami sözünü, nizam sözünü işlədə bilərik. Amma nizami sözünü ümumi isim kimi işlədə bilmirik. Düzgün cavabımız olacaq E variantı.
38-ci sual. Hansı nümunələrdə qeyri-müəyyən miqdar sayı var? Şəhərdə təmin edilən yolların çoxu. Çox sözü burada qeyri-müəyyən miqdar sayıdır. Bu meşələrdə bitən bəzi çox illik bitki növləri xüsusi. Burada ümumiyyətcə sayı yoxdur. Azlıq həmişə çoxluğa tabe olmamalıdır. Burada da sayı yoxdur. Azlıq və çoxluq sözləri isimdir, amma saydan yaranmış isimdir. Axtarışda olan xeyli avtomobil. Xeyli sözü burada qeyri-müəyyən miqdar sayıdır. Bir neçə illik fasilə, bir neçə sözü qeyri-müəyyən miqdar sayıdır. Düzgün cavabımız A variantı 1, 4 və 5. 39-cu sual. Hansı cərgədəki bütün sözlər bir-birinin sinonimi deyil? Kinayə, istehza, rişxənd. Hər biri danlaq mənasındadır. Məzəmmət, danlaq. Bu düzgündür. Fayda, mənfəət, səmərə. Bunun səmərəsi, mənfəəti, faydası doğrudur. Mən ölkəni tutdum, qəsb etdim, işğal etdim. Olar. Onun bacarığı, hünəri, qalibiyyəti yox, qabiliyyəti var o yazılmalıydı. Düzgün cavabımız olur D variantı. 40-cı sual. Hansı nümunədə sifət ismin sualına cavab verir? Onun ürəyi də arzuları kimi böyükdür. Böyükdür sözü düzgün sifətdir, amma sifətin öz sualına cavab verir. Necədir? Xəbər vəzifəsində sifət iştirak edərkən sifət mövqeyində qalır və sifətin öz sualına cavab verir. İndi böyüklərimiz kim? Böyük sözü düzəltmə, yəni feildən düzələn sifətdir. Kim sualına cavab verirsə, sifət isimləşmiş oldu və ismin sualına cavab verdi. Düzgün cavabımız olur B variantı.